Bugünkü yeni mövzumuz gün rejiminin ikinci hissəsi. Əslində hamının fikri məndə olsun bir də əlbə-məlbə. Sonra evdə yapacaq hər birinə. Əslində mövzunun adı gün rejiminin ikinci hissəsi deyil. Sadəcə gün rejiminin ardınca gedir. Ona görə elə yazmışam. Əslində mövzunun adı yaş xüsusiyyətləridir. Yaş xüsusiyyətləri. Bəli. Yaş xüsusiyyətləri biraz çətin mövzudur, amma öhdəsindən gələcəyik. Yaş xüsusiyyətləri və bunu bir dərsdə öhdəsindən gəlmək mümkün deyil və yaxud da mən bunu 5-6 dərs təkrar qalıb o birisi dərsləri keçməyə də bilmərəm. Hər dərs necə ki biz yeni mövzunu sual-cavab edəndə əvvəlkilərə köklənirik. Bunu da belə olacaq və belə-belə öyrənəcəyik. Yaş xüsusiyyətləri eyni zamanda PDF-imizdə var. Gün rejimi ikinci hissə. Aha, başlayaq. Birinci kiçik qrup, yəni 1-2 yaşlı uşaqların xüsusiyyətləri. 1-2 yaş xüsusiyyətləri. Aha, deməli 1-2 yaşlı uşaqlar təbii ki, hələ yeni yeriməyə başlayan uşaqlardır, yeni gəzməyə başlayan uşaqlardır, elə deyilmi? Biz uşaqların yaş üzrə çəkisidir, boyudur, onu da bilməliyik, hansı xüsusiyyətləri var, onu da bilməliyik, hər biri haqqında öyrənəcəyik. Birinci növbədə 1-2 yaşlı uşaqların çəkisi, birinci kiçik qrupa aiddir, doğru. Bəli, çəkisi 12 kilo 700 qram olur. 7 belə yazacağım, kilo. Boyu 85-86 santimetr. Deməli, 1-2 yaşlı uşaqların, yetməli baxışlarımız, narahat olmur, öyrənəcəyik yavaş-yavaş. Çəkisi, bu belə baxlar, necə öyrənəcəyik. Çəkisi 12 kilo 700 qram, belə deyək. Boyu 85-86 santimetr. Həlimə, diqqətlə baxalım, sonra telefonlara baxarıq, diqqətlə. Sonra ikinci, onların orqanizmi möhkəm olur. Möhkəm olur. Yəni, necə olur orqanizmləri? Sağlam olur, hələ yeni daxı, möhkəm olur orqanizmləri. Dözümlü olur. Onlarda sensor, perispektual təlim formalaşır. Perispektual. Yəni, hər şeyə toxunaraq öyrənirlər. Sensor, necə sensomotor? Əşyaya toxunub öyrənir. Sonra əşyalarla manipulyasiya edir. Bu deməkdir ki, manipulyasiya əşyaya toxunur, hələ yeni öyrənir. Baxır ki, top necə, hansı formadadır, ay sağ ol, və yaxud da ağzına atır, barmaq əlmədir. Bax, bunlar əşyalarla manipulyasiya etmək deməkdir. Əşyalarla manipulyasiya. Sonra, yuxu rejimi 1-2 yaşlı uşaqlar 5 saat oyaq qala bilər. Deməli, 1-2 yaşlı uşaqlar yuxu rejimi nə qədər oldu? 5 saat oyaq qala bilər. Əyani obrazlı dərk etmə olur. Əyani obrazlı dərk etmə. Bu nə deməkdir? Əyani obrazlı dərk etmə o deməkdir ki, rəsm və konstruksiyalarla, yəni artıq onlar başlayırlar 2 yaşlı uşaqlarda, 2 yaşın sonunda. Başlayırlar nəyisə əllərinə götürüb onun xəyalını qurmağa. Məsələn, cızma qara etməyə başlayırlar, yavaş-yavaş xətlər çəkirlər. Sonra başqa xüsusiyyətləri, musiqi duyumu olur. Musiqi duyumu olur. Bu nə deməkdir? Yəni, məsələn, uşaq bir mahnı səsi eşidən kimi tez tərpənməyə başlayır. 1-2 yaşlı uşaqlar, onu gözünüz. Ümumiyyətlə, yaş xüsusiyyətlərini öyrənəndə həmin yaşlı uşaqları, ya evdəki uşaqları, ya da bağçadakı uşaqları gözünüzün qarşısına gətirin, onu canlandırın. Bax, məsələn, 1-2 yaşlı uşaqlar o mahnı səsi gələn kimi başlayırlar hərəkət edir. Hələ anlamırlar, mahnıdan heç nə anlamırlar. Sadəcə olaraq yavaş-yavaş nə edirlər? Hərəkət etməyə başlayırlar. Bu oldu, deməli, musiqi duyumu olur. 1 yaşında uşaqlar 20-30 söz bilirlər. Söz. Yaş yarımda isə, 200-ə qədər söz ehtiyatı olur uşaqların. Artıq 2 yaşdan o tərəfə daha çox, 200-dən də daha çox, hətta 1000-ə qədər uşaqların söz ehtiyatı olur. Bu da 1-2 yaşlı uşaqların xüsusiyyətləridir. Deməli, çəkisi 12 kilo 700 qram, boyu isə, indi bunu oxuyun mənə, boyu 85-86, sonra, bəli, sonra, bəli, qala bilir, bəli,
Musiqi duyumu olur. 1 yaşda 29 söz. Aha. 2 yaşda qədər söz ehtiyat olur. Bir də əməyi yüksək olur. Əməyi yüksək. Bu nə deməkdir? Adi 1-2 yaşlı uşağa deyirsən, get qapını ört, qaça-qaça gedib örtür. Yəni örtəndən sonra istəyir ki, kimsə onu təriflə dursun. Aydın olur. Bir də əsəbi davamlı olur. Bəli, əsəbi davamlı olur, bəli. Əsəbi davamlı bu nə deməkdir? Əsəbi davamlı. Arvadısa sakitləşdirmək olur. Bir vaxtda sakitləşir. Əsəbi davamlı olur. Düz xətt hərəkət edir. Düz xətt hərəkət nə deməkdir? Durub düz gedir. Yəni məsələn, yeni yeriyən uşaqdır da. Durur, məsələn, əgər sağda hər hansı bir əşya varsa, sağa yıxılaraq gedir də. Elə düz xətt birinci növbədə düz. Məsələn, yeni yeriməyə başlayanda anası ilə atası qarşı-qarşıya durub düz gedir də uşaq. Belə əyri yeriməyə öyrətmirik ki, düz xətt hərəkət edir. Bu 1-2 yaşlı uşaqların xüsusiyyətləridir. Birdən olar ki, ən xırda orada var PDF-də, nəsə unutsa, onu da mütləq oxuyarsınız. Yaxşı, bax, düz xətt hərəkət edir. Və salam, bu 1-2 yaşın xüsusiyyətləri. Aydın oldu. Şəklini də çəkməyə ehtiyac var mı bilmirəm, çəkin istəyirsinizsə. Onsuz da ki, PDF-də var, çəkin. Sonra keçək 2-3 yaşa. Aha, sonra. Yenə də deyirəm, bunu birdən birə... Proseslərin növrəsi qoyulma əvvəldən yazmışam, ona baxın. Hə, psixi proseslərin növrəsi, yəni o deməkdir ki, uşaqlarda təfəkkür, təxəyyül, hafizə, nitq yavaş-yavaş inkişaf etməyə başlayır. Psixi proseslərin növrəsi də var, bəli. Aha, indi keçək. Bəli, 2-3 yaşlı uşaqların xüsusiyyətlərinə. 2-3 yaş. Bax, gözünüzün qarşısına gətirin. 2-3 yaşlı uşaqların çəkisi təxminən nə qədər olar? Bax, evdə uşaqlar var da. Əslində 14-16-dır, amma ümumi götürürük, daha çox faizi götürürük, ona görə 15 kilo yazırıq. Bəli, deməli, çəkisi 15. Bilirsiniz, əslində 16 da var, 12 də, 13 də var, amma çoxluq təşkil edir də, 15. Aha, bəs, deməli, boyu nə qədər var? 95. Hə, tənbəlmə. 96. 95-96 santimetr, bu boyudur. Bir də uşaqların bu sinə hissəsi var, bunu öyrənmək. Döş qəfəsi, nə qədər olmalı döş qəfəsi? 52 santimetr. Bax, döş qəfəsi, bilirsiniz, bu sinə hissəsidir də, sinə hissəsi. Bax, mükəmməl, bu sinə hissəsi bilinməlidir ki, nə qədər, onu bilməliyik də biz. 52 santimetr. Sonra, 2-3 yaşlı uşaqlar, bax, musiqini oxuyar, tanıya bilir. Bu nə deməkdir? Əgər 1-2 yaşlı uşaq musiqini sadəcə olaraq duyumu olursa, indi artıq mızıllanır da, 2-3 yaşlı uşaqlar belə deyildi, bəli. Yavaş-yavaş eyni zamanda, bəli. Həm də eşitdiyi mahnıları təkrarlaya bilir, bəli. Sonra musiqini oxuya tanıya bilir. Əyani, əməli təfəkkür formalaşır. Əməli təfəkkür. Bax, kim deyər mənə? Əyani əməli təfəkkür nə deməkdir? Əyani əməli. Yəni, burada söhbət nədən gedir? Gördüyünü təkrar edir, bəyəm? Aha. Yəni, burada da Göstərirsən, o da onu təkrar edir. Aha, aysa o. Yəni, burada əşyalarla manipulyasiya etməsidir. Əşyalarla manipulyasiya, amma artıq əməli şəkildə, artıq əşyaların bir-biri ilə qarşılıqlı əlaqəsini biləcək. Bir-biri ilə qarşılıqlı əlaqəsi. Sonra, əyani, praktik təfəkkür. Praktik. Artıq həmin əşyaların tətbiqini biləcək. Yəni, onu necə həyata keçirmək lazımdır, bunun tətbiqini biləcək. Sonra, 2-3 yaşlı uşaqlar heç görmürsünüzmü? Çox görmürsünüz daha doğrusu, belə deyək. Bax, məsələn, o nədir, bu nədir, o necədir, ay mənim, necə olmalıdır? Çoxlu suallar verir, bəli. Hay sağ ol, çoxlu. Pik hətta keçirib onu. Bəli, çoxlu suallar verir. Bax, məsələn, o qədər əsas da ən çox suallar da o nədir? Belə sual verir, o nədir? Ay sağ ol. Sonra, bax, düzdür, cızma qaraya ad verir. Maşın çəkmişəm. Ay sağ ol, ad verir, bəli. Məsələn, və yaxud da ali bir cızmadır, mən məsələn göstərirəm, deyirəm, o nədir, o adını deyir. Bəzən o, ən çox da o yuxarıda, o patologda nəsə görəndə olur da, o nəsə bir iz görən kimi deyirik, nəyəsə oxşuyor, hansısa heyvanı təmsil və nəsə, yəni belə oxşadır. Sonra,
cızma qaraya ad verir. 2-3 yaşlı uşaqlarda əsasən, baxın, belə deyək də, yaş xüsusiyyətlərində dərk etməni tam şəkildə baş beyin quruluşudur da bu. Baş beyin quruluşu formalaşmağa başlayır. Baş beyin quruluşu formalaşmağa başlayır. Formalaşmağa başlayır. Hə, bunu necə izah edə bilərik? Baş beyin quruluşu formalaşmağa başlayır. Hə, necə izah edərik? Deyin mənə. Aha. Yəni Artıq düşünmə, düşünmə var da, dərk etmə var, düşünmə var, yavaş-yavaş baş beyin quruluşu yavaş-yavaş formalaşır. Sonra 2-3 yaşlı uşaqlar yavaş-yavaş necə danışmağa başlayır? Rabitəli, bəli, yavaş-yavaş rabitəli, yəni səlis şəkildə, tam səlislik olmasa da, yəni rabit sözü deməyə başlayır da, tam şəkildə rabitəli, səlis şəkildə danışmağa başlayır. Belə deyirəm, birdən nəsə qalmasın. Ümumi hərəkətlərdə daha da təkmilləşmə. Bu nədir? Ümumi hərəkətlərdə təkmilləşmə. Yəni, bayaq dediyim kimi, uşağa deyirəm, dur qapını ört, qaça-qaça gedir qapını örtür. Artıq uşağa deyəndə ki, qapı açıq qalıb. Deyirəm, gedib örtür. Yəni, artıq özü öz hərəkətlərini tam şəkildə qapı. Ona görə daha çox onu götürürəm. Ən çox bəli, onu xoşlayırlar deyə qapını ört. Ümumi hərəkətləri təkmilləşmə. Bir də deyək, nə oldu 2-3 yaşlı uşaqların xüsusiyyətləri? Bir də təkrar edək. Aha. Aha. Bu qədər. Ay, sağ ol. Bəli. Aha. Cızma qaraya ad verir, çoxlu sual verir. Bəli. Ay, sağ olun. Bəli. Bəli, bəli. Bu qədər. Bunu da şəklini çəkək, zəhmət olmasa. Aha. 5-6 da var. Bəli, bəli. Aha. 3-4 yaşlı uşaqlar. Bəli. Deməli, 3-4 yaşlı uşaqların çəkisi 17 kilo, boyu 100-102 sm, döş qəfəsi isə 53 sm olur. Sonra, əgər 2-3 yaşlı uşaqlar çoxlu sual verirdirsə, 3-4 yaşlı uşaqlar idraki suallar verir. İdraki sual verir. Yəni, necə suallar? Daha düşüncəlidir. Yəni, boş-boş soruşmur, o nədir, bu nədir demir. Artıq o düşüncəli suallar verir. İdraki sual verir. Sonra, ekspensiv olur. Bəli, ekspensiv, açıq, sözlü. Yəni, deyirik ki, sözün düzünü uşaqdan soruş. Bəli, bu demək, bəli, ekspensiv, açıq, sözlü. Sonra, 3-4 yaşlı uşaqlarda sujetli, rollu oyunlar formalaşır. Aha, oyunlar. Necə oyunlar idi, sujetli, rollu oyunlar deyin mənə? Aha, bəli. Sonra, bəli. Sonra, əyani, obrazlı, təfəkkür formalaşır. Obrazlı, təfəkkür. Yəni, artıq obrazlı şəkildə canlandıra bilirlər. Məsələn, ananın kim olduğunu bilirlər ki, ananın vəzifəsi nədir, atanın vəzifəsi nədir. Yəni, artıq obrazlar şəklində əyani, obrazlı, təfəkkür aid edilir 3-4 yaşlı uşaqların xüsusiyyətlərinə. Belə. Sonra, bir dənə onu da verilək, sözə baxanlıq. Nə deməkdir bu? Bunu mənə izah edin. Sözə baxanlıq 1 dəqiqə. Nə deməkdir? Sakit otur deyirsən, bir dəqiqə dayanır, sonra Ay, sağ ol. Bəli, bəli. Sakit otur deyirsən, 1 dəqiqəlik sakit oturur, sonra yenə eyni vəziyyətdə. Deməli, sözə baxanlıq olur 1 dəqiqə. Biz səriştələrdən, təfəkkürlə bağlı olan səriştələrdən nə keçmişdik?
Tənqidi təfəkkür. Nə idi tənqidi təfəkkür? Yaxşını, pisini seçmək. Ay sağ ol, mənfi, müsbəti seçmək, yaxşını, pisi seçmək, bu da 3-4 yaşın xüsusiyyətidir. Yəni artıq 3-4 yaşlı uşaqlar yaxşını pisdən seçə bilir, pisi yaxşıdan seçə bilir, mənfini müsbəti seçə bilir. Bir də bayaq 2-3 yaşlı uşaqda baş beyin quruluşu dedik ki, formalaşmağa başlayır. Burada artıq baş beyin tam şəkil təkmilləşir demişdik. 2-3 yaşda təkmilləşir. Burada artıq baş beyin tam şəkildə, funksional şəkildə artıq formalaşır. Formalaşma. Bu qədər. Unutduğumuz nəsə olmadı ki, 3-4 yaşda təməllə. Deməli, çəkisini yazdıq, idraki sual verir, ekspensiv olur, sujetli rollu oyunlar var, əyani obrazı təfəkkür var, sözə baxanlıq bir dəqiqə, necə? Məqsəd yönlü, ay sağ ol, məqsəd yönlü hərəkət, məqsəd yönlü deyəsən burada əyani obrazında qeyd etmişdik. Məqsəd yönlü artıq bilir ki, nəyi necə etmək lazımdır. Bəli, məqsəd yönlü hərəkət edir. Bu da 3-4 yaşın xüsusiyyətləri, bunu da çəkək. Bir de idraki suallar verir yazmır. Bəli, yazdıq. İdraki sual verir. 2-3 yaşda çoxlu sual verir. 3-4 yaşda ama idraki, düşündürücü suallar verir. Çəkək. Çəkdiniz? Keçək indi. Qulaq asaq. Öyle ki bunlar müəmməl sesini saxlayabilirlər. Bir gəldiyə vuracaq. Orada daha Aha, dəqiqə. Deməli, bilsinlərim, 45 yaşın xüsusiyyətlərini yazırıq. Get-gedə artıq xüsusiyyətlər, bacarıqlar nə olacaq? Mürəkkəbləşəcək. Bəli. Aha. Deməli, 4-5 yaşlı uşaqların 4-5 yaş çəkisi 15-20, kiloqram boyu 108-110, döş qəfəsi də böyüdür. Mükəmməl. Necə ölçməmişəm? Döş qəfəsi. Mən 5-6 yaşlı, amma çəki 4-5 yaşlı. Balacadır. Mən də məsələn, necə çəkim yaşım uyğun deyil. Aha, deməli çəkisi 15-20. Aha, nə qədər çalışsam da boyumu uyğunlaşdıra bilmirəm çəkimi. Boyu 108-110, döş qəfəsi isə 54 cm. Elə deyilmi? Tək canları sağlam olsun. Aha, sonra ikinci, bax biz sildim ama yadınıza da yəqin ki, 3-4 yaşda hansı oyunu qeyd etmişdik? Sujetli rollu oyunlar. Artıq burada daha mürəkkəb oyunlar deyəcəyik. Qaydalı, didaktik, mütəhərrik. Ay sağ ol. Yəni daha mürəkkəb, bunu da qeyd edirəm bura. Daha mürəkkəb oyunlar. Daha mürəkkəb oyunlar aid edildi hansı yaşa? 4-5 yaşa. Sonra 4-5 yaşlı uşaqlarda böyük, kiçik motor bacarıqlar. Böyük, kiçik motor bacarıqlar. Buna birlikdə nə deyirdik biz? Kim deyir? Yox, birlikdə. Yox, ikisi birlikdə nə gedirdi? Böyük, kiçik motor ikisi birlikdə nə gedirdi? Motor. Psixomotor bacarıqlar. Psixomotor bacarıqlar. Bəli. Demək, buna mötərizədə yazaq. Psixomotor bacarıqlar. Motor bacarıqları. Ay sağ ol. Voleyboldur. Bəli. Ay sağ ol, bəli. Sonra məsələn voleybol deyirik kiçik motor bacarıqdır, amma futbol oynayırsa uşaq böyük motor bacarıqdır. Sonra burada nə var? Deməli, yeni hekayə qurur. Yeni hekayə qurur. Bu nə deməkdir? Yəni özündən bir hekayələr. Ay sağ ol. Özündən yeni hekayələr qurmağa başlayır. Burada da əsasən obraz var da. Yəni beyin tam şəkildə, funksional şəkildə formalaşdığı üçün müəyyən yeni hekayələr qurmağı bacarır. Sonra deməli, oxşar və fərqlini tapa bilir. Bu nə deməkdir? Yəni asan bir oxşar və fərqli cəhətləri artıq bəli, tam şəkildə
oxşarı fərqini tapa bilir. Məsələn, iki alma göstərir, almadakı oxşar və fərqli cəhətləri. Bəli, ay sağ ol, bəli. Yəni ümumi şəkildə bu anlayışlar uşaqlarda formalaşır. Bir də 4-5 yaşlı uşaqlar, bayaq dedi ya, 3-4 yaşda sözə baxır, 1-2 yaşda sözə baxanlıq bir dəyə, 3-4 yaşda ekspresiv açıq sözdür. Yəni desən ki, o sözü demə, yəni uşaq deyir də, bu var. Amma 4-5 yaşlı uşaqlar, biz bunu böyük qrupda da 4-5 yaş, bu qrupda da görmüşük. Böyüklərin böyüklərə qarşı daha diqqətli olurlar. Yəni, nisbətən sözə baxırlar. Yoxsa elə deyil mi? İndiki uşaqlar biraz çətin, amma əslində belə götürəndə, bəli, böyüklərə qarşı diqqətli olurlar. Yaradıcı təfəkkürə keçir. Qarşı diqqətli olurlar. Uşaqlar özlərini daha cəsarət. Bəli. Deməli, baş beyin quruluşuna gəlincə isə, baş beyin funksional şəkildə formalaşdırılma. Funksional formalaşdırılma. Bu da 4-5 yaşın xüsusiyyətləridir. Bəli. Deməli, bir də təkrarlayaq 4-5, bir də yaradıcı təfəkkürə keçid. Yaradıcı təfəkkürə. Bu nə deməkdir? Özləri daha cəsarətli hiss edir. Bəli, bax burada əslində böyüklərə o cəsarətli hiss etmə onun tərkibinə də daxil edilə bilər. Cəsarətli hiss etmə. Çünki daha böyüklərin tam dediyini edə bilirlər cəsarətli şəkildə. Yaradıcı təfəkkürə keçid nədir? Artıq uşaqlarda yaradıcılıq, kreativlik, yeni nələrsə yaratmağa başlayırlar. Bunu uşaqlar yavaş-yavaş bu uşaqlarda formalaşdırılır. Yaradıcı təfəkkürə keçid. Zəhmət olmasa belə danışanda çətin gəlir, çətin mövzudur, qarışıq mövzudur, bəzən unutmaq olur, əzbərləmək lazımdır. Bu mövzuda xoşum gəlmir mənə. Bir də ki, o kişilər adlarına nəzəriyyələr. Aha. Piyaz evi. Karışık 5-6 yaşlı. Qaldı bir dənə 5-6 yaşlı uşaqların xüsusiyyətləri. Zəhmət olmasa mənə saatı deyərdiniz. 6 geçdi. Yaxşıdır. Həmişə nəzərinizə alın ki, əsasən mətanət müəlliməyə çətin olur. Getdi qazetinizdə. Nə qədər də desəm çatdırım olmur da. Yəni bir sual, cavab, istərsiniz yeni mövzunun. Aha, deməli 5-6 yaşlı uşaqların xüsusiyyətləri, çəkisi 21-22 kiloqram. Aha, boyu 110-116 cm, döş qəfəsi də oldu 57 cm. Bax, artıq böyük uşaqlardır da, bütün bacarıqlar bu uşaqlarda var. Bax, həmrəylik olur mu? Olur, elə deyilmi? Həmrəyliyin, bəli, münövrəsi, 5-6 yaş. Münövrəsi. Bax, uşaqlar necə olurlar artıq? Uşaqlar necə olurlar? Sosial olurlar, bəli. Başqa nə baş verir burada? Hər zaman nə etmək istəyirlər? Qalib gəlmək, elə deyilmi? Adi oyun oynadırsan, həmişə məktəbə hazırlıq qrupu dalaşır da, müəllimə mən qalib gəldim, mən. Bəli, hər zaman qalib gəlmək istəyirlər. Aha, sonra, başqa nə var idi? Çəkə bilirlər, Aha, bəli, motor bacarıqlarda, bəli, bacarıqlarda sadəlik olur. Bu nə deməkdir? Deməli, biz 4-5 yaşda dedik ki, böyük-kiçik motor bacarıq inkişaf edir. Burada mı deyirik ki, motor bacarıqlarda sadəlik olur? Bu nə deməkdir? Asanlıqla... Necə? Şəkil çəkə Necə? bilirlər. Nəsə biləcək, yoxsa? Mən... Hə, neysə, asanlıqla... Hə, sizsiniz, hə. Asanlıqla şəkil çəkir, rəsmi, məsələn, vərəqi qatlayır. Vərəqi, bəli, qatlayır, kəsir. Aha, bunların hamısı
necə motor bacarıqlarda sadəlik olur. Yəni asanlıqla artıq şəkil çəkə bilirlər, vərəqi qatlaya bilirlər, kəsirlər. Başqa necə olur? 5-6 yaşlı uşaqların beyin quruluşu bəs necə olar? Bax gözünüzün qarşısına gətir, məktəbə qədər yaşlı uşaqlarla. Aha, artıq bayaq əgər dedik ki, funksional formalaşma, ondan sonra bax, belə dedik də, necə də olsa, yəni az da olsa, biraz da olsa formalaşma azalmışdırsa, artıq burada baş beyin quruluşu tam şəkildə formalaşır. Aha, bəs onların yaddaşı necə olar 5-6 yaşda? Hə, Aytən müəllimə, yaddaşları necə olar? Uğurlu yaddaşı. Uğurlu yadda saxlama olur. Bəli. Uğurlu yada salma, yadda saxlama olur. Yadda saxlama. Yəni, digər qruplara nisbətən məktəbə hazırlıq qrupuna əvvəlki mövzulardan suallar verində tez cavab verirlər. Çünki onların axı belə yadlarında qalır. Aha. Belə, başqa baş beyin qabığı dedik, tam formalaşır, sabit diqqət, sosial olurlar. Yazdıq, həmrəyliyin nömrəsi, sabit diqqət də artıq diqqətləri tam şəkildə harada olur? Məşğələdə olur. Sabit diqqət formalaşır. Bir də təkrar edək 5-6 yaşlı uşaqların xüsusiyyətlərini. Çəkisi 22 kiloqram, boyu 110-116 santimetr, 3 nəfəs 57, həmrəyliyin nömrəsi, yəni ünsiyyətçil olurlar, sosial olurlar, hər zaman qalib gəlmək istəyirlər, asanlıqla şəkil çəkirlər günlərə. Tam şəkildə baş beyin formalaşır, uğurlu yadda saxlama, yada salma, sabit diqqət formalaşır. Bu qədər. Çəkin zəhmət olmasa.